Uzun illər sonra balaca bacımın ad gününü qeyd eləməyə Hacıqabul şəhərinin mərkəzində yerləşən Kövsər Ailəvi İstirahət Mərkəzinə getmişdik. Ailəlicə hamımız. Storydə hətta ailəmizin şəklini, storydə post şəklində də paylaşmışam. Ailəvi hamımızın şəklimizi paylaşmışam. Balaca bacım deməyə baxmayın, bu kadrda gördüyünüz uşaqlar onun uşaqlarıdır. Balaca oğlanları var, Rəsul və Rıza adında. Rəsul nə qədər çox istədiyimi zaten siz bilirsiniz. Kövsər Ailəvi İstirahət Mərkəzində isə çox gözəl uşaqlar üçün atraksiyonlar var. Ailəvi zal var. Biz terasda oturmuşduq, göstərəcəm irəliləyən dəqiqələrdə siz oranı açıq havada. Amma əgər siz açıq havada oturmaq istəmirsə, qapalı məkanda da otura bilərsiniz. Hansı ki, orada kondisioner də var. Burada isə həmin o ailəvi zalın yanında isə, qapalı məkanda isə uşaqlar üçün atraksiyonlar da var, balaca uşaqlar üçün. Mama apardı bizdə uşaqlar orada oynamağa, da mən gedib orada çəkmədim, başım yeməyə qarışmışdı. Pizzalar möhtəşəm idi. Biz pizza tapşırmışdıq uşaqlara, sonra bir də nuggets tapşırmışdıq kartoşka fri ilə. Özümüzdə isə kabablar, salatlar, meyvə filan hamısı qaydasında. Yeməklər çox ləzzətli idi, dadlı idi, sveji idi. Yer gəlmişəm buradan Kövsər Ailəvi İstirahət Mərkəzinin administratorlarından biri olan Alik bəyə də xüsusi təşəkkür edirəm. Orada ofisiantlara da təşəkkür edirəm. Bizdən çox yaxşı maraqlandılar. Yəni əminəm ki, siz getsəz siz də razı qalacaqsınız. Həm məkanın özü, uşaqlara uyğun olmağı, ailəvi olmağı, hansı ki teras hissədə yalnız yəni kişilər buraxmırlar da, ailəvi olaraq hamı daxil ola bilər. Yəni orada digər qonaqlar da vardı, hansı ki ailələrinə gəlib orada xoş günlə qeyd edirlər, sadəcə istirahətə gəlmişdilər. Yəni çox rahatçılıqla Hacıqabulda belə yerlər yoxdur, yəni şəhərin mərkəzindəki, hansı ki rahatçılıqla qadınlar gedib otursunlar, uşaqlarla bir yerdə həm uşaqlar parkda oynasın, həm özləri otursun, bir stəkan çay içsin, yemək yesin. Bu isə menyu qiymətləridir. Bizdə hardasa demək olar ki 200-250 manat xərc tutdu. Əgər siz də istəyirsinizsə çox rahatçılıqla gedib Kövsər Ailəvi İstirahət Mərkəzində dincələ bilərsiniz.